Salam əziz və hörmətli dostlar, xoş gördük. Necəsiz? Umaram ki, yaxçısınız və yaxçılıq olmağa çalışırsınız. Yaxçılıq bir dənə quality-dir, yəni bir dənə vəziyyətdir, durumdur. Almaq olmaz, yaratmaq olar, özümüz yaradarıq. Onun üçün onu yaratmalıyıq. Sifariş edirəm dostlarımız ki, bu özünüzdə bu sağlığı, şadlığı yaradın. Bildiyiniz kimi mən hər gün çalışıram ki, imkanı olan zamanlarda kitabdan bir səhifə oxuyam. Çox qalmır, yavaş-yavaş kitabın son səhifələrindəyik. Fikirəm 4-5 cələsiyə umaram ki, qutaraq. Əgər səhv eləməsəm, Türkçülüyün əsasları adlı kitabı oxuruq. Ziya Gökalpın kitabıdır. Əgər səhv eləməsəm 97-ci səhifəni oxuruq. Yadınızda olsa 3 gün bundan qabaq danışırdıq ki, müdiriyyət səviyyəsində tarixdə türklər siyasi müdiriyyət, ya müdiriyyət əslən. Müdiriyyət, yönətmən, yönətməlik səviyyəsində 4 yerə bölünürdü. Birincisi dedi ki, boydu. İkincisi dedi ki, soydu. Üçüncüsü türkündü, türkün. Türkünü dünən oxuyurduq. Cəlib idi. O adamın ki, əsli həm dədə tərəfindən, həm nənə tərəfindən türk olmaq gəlir, ona türkün deyirlər. Və türkün özü bir məziyyətdir, quality'dir, bir keyfiyyətdir ki, o dədə ilə nənə tərəfindən verirlər. Yəni, əgər dədə ya nənə türk olmasa, o ailə türkün hesab olmaz. Və o adam siyasətin başına keçə bilməz. Dedik ki, əgər şahın arvadı, məsələn, deyək ki, şahın bir 2 dənə ya 3 dənə arvadı var. Əgər xanımların tərəfi türk və əsil ailədən olmasa, onun uşağı bununla belə ki, böyükdə ola, şah ola bilməz. Bu, bunu göstərir ki, bir dərəcə bəndi eləyibdir şəhərvəndiləri. Əlbəttə, o zaman bilirsiniz, özgələrlə çox evlənməzdilər qədim zamanlarda və şəhərvəndi bugünkü anlamda deyildi. Hər kəs xan ola bilməzdi, hər kəs şah ola bilməzdi və o səviyyədə idi şeylər. Amma bu bizə deyir ki, əlbəttə, Türkiyə indi məsələn qanununu dəyişdiribdir. Məsələn, qanunun əsasında qabaqcan var idi ki, gərək kökü türk ola, yəni yenə də orada o var idi. Amma indi bir nəfər 250 min dolar götürsə, getsə Türkiyəyə bir dənə ev alsa, sabahları 10 günəcən olar citizen, yəni şəhərvənd olar, vətəndaş olar. Vətəndaş olandan sonra gəlib seçkilərdə şirkət eləyə bilər və məclisə gedə bilər, dövlətə gedə bilər. Rəis Cumhurluğa şirkət eləyə bilər. Bu, Türkiyədə bu qanunu qoyublar. Din, dilə bu bağlı deyil. Təbii ki, dilə bağlı olacaq. Niyə ki, çünki siz türkü danışmasaz, insanların səsini alanmazsınız, rəyini alanmazsınız. Siz gərək insanların dili ilə danışasınız və dillərin baş tapasınız ki, eləyə biləsiniz, rəy alasınız da. Bunun üçün orası çox mühümdür. Hər halda, dünənləri ən son cümləyə gələndə dedik ki, bəlirli zamanlarda ailə üzvləri gedərdilər, yığışardılar baba ocağına və baba ocağında toplanardılar. Orada ataya sayğı törənləri keçirərdi. Türklər yurd kimi, burasından qalmışdıq, Türklər yurd kimi ocağı da unutmazdılar. Dedik, yurd vətən anlamındadır. Vətən ərəbcə sözdür, farsça deyil. Yurd, yəni vətən, el, yəni millət. Yenə də bunu deyim ki, farslar bizə deyiblər ki, millət sözü taza sözdür. Bəlkə farslarda taza sözdür. Bizdə
el adındadır. Biz millət sözünü işlətməzdik. Millət sözü dində məsələdir. Deyir, necə ki, vətəni, yurdu unutmazdı türk, o cür də ocağı, dədə evin unutmazdı. Dədə evi əslində bizə dünyanın mərkəzi hesab olur. Dünyanın mərkəzi deyəndə dostlar, bunu da əlavə eləyim. Dünyaya hardan baxırıq? Ora mühümdür. Məsələn, indi mən Kanadadan baxıram. O uzaqda bir yer var, adına deyirlər, buradan Kanadalılar deyirlər, Orta, Middle East, Xavərmiyanə, Orta Asiya. Middle East, ortadadır. Orada bir dənə cəli məmləkət var, adı İrandır. Buradan. Amma o adam ki, Təbrizdən oturub dünyaya nəcür baxır. O, dünyanın mərkəzi Təbrizdə, ya Ərdəbildə, ya Urmiyədə, ya Zəncanda, ya Qəzvində olmalıdır. Oradan biz dünyanın, biz özümüzü, baxın, İngilistan 200 il bundan qabaq ki, saat düzəlibdir, qoyublar orada saxtımanın başına. Deyibdir ki, mənim taymım zaman mənim şəhrimlə ölçüləcəkdir. Onun üçün adına deyiblər Greenwich Zone. Yəni, indi oranın mərkəzi tutur. İngilistanın mərkəzidir. Zaman mərkəzi oradan. Biz tək onda deyil, hər şeydə. İndi nəqşiyə baxsaz, İngilistan öz nəqşəsini çəkir, öz nəqşəsi böyük olar, qalanlar kiçik olar. Dünyanı oradan bölər. Mənim sağımda hangi məmləkətlər var, solumda, yaxında, uzaqda, şimalımda, cunubumda, onu oradan bölər. Biz də Azərbaycandan baxıb dünyanı böləcəyik. Bizim mütəəssifanə o şey ki, bizə danışqahlarda öyrədiblər, budur ki, biz Fransəlilər bizə nə cür baxıblar, özümüz o cür baxırıq. Yəni, öz yerimizdə oturmuşuq, deyirik, mən Middle East'liyəm, Xavərmiyanəliyəm. Axı, mən Xavərmiyanədə, mən dünyanın mərkəziyəm. İnanmırsınız Molla Nəsrəddin demişkən, gəlin ölçün. Amma biz tüm indi Fransəlilərin, ya İngilislərin, ya Almanların, ya Rusların gözü ilə bizə dərs veriblər. Biz özümüzü öz gözümüzlə baxmırıq. Hamısın o ayrı məmləkətlərin gözünə baxırıq. Ona görə özümüzü üçüncü şəxs kimi görürük. Mən, sən, o. O kimi görürük. Özgə kimi görürük. Özgə kimi gördüyümüzün özümüzə qeydənmirik. Buna deyirlər ilinasyon. İlinasyon Fransəli bir sözdür. Yəni, özün unutmaq, özgələşmək. Biz özgələşmişik əslində. Yəni, biz özümüzə baxanda istinad edirik Fransəlilərin, Almanların, Rusların, İngilislərin, Amerikalılara. Və bu düz deyil. Biz bundan çıxmalıyıq. Ocağı buna görə dedim ki, ocaq bizə vətəndir əslində. Və vətən ocaqdır. Yurtdan və ocaqdan uzaqlaşmaqla bərabər yurt və ocaq sevgisi onlarda güclü bir bağ durumdaydı. Deyir ki, bundan belə ki, ocaqdan ya ərə gedərdilər, ya evlənərdilər, ya ayrılardılar, ya qürbətə köçərdilər. Yurtdan, vətəndən və ocaqdan, ata evindən, vətəndən ərz elədim, uzaqlaşmaqla bərabər, eyni halda ki, deyir, məcburən ya istəyərək oradan uzaqlaşar, yurt və ocaq sevgisi, vətən və ev, ata evi sevgisi onlarla güclü bir bağ durumundaydı. Onlarda, yəni onların canlarında, ruhunda o vətənin sevgisi, ocağın sevgisi, güclü bir bağ. Bağ dedik, yəni bir ipdir ki, bir şeyi bağlarlar. Nə bağ? Bağ. Deyir ki, o bir güclü bir bağ durumundaydı. Yəni bizi bağlayıb ora. Əlbəttə, onlar ki, vətəndən köçürlər. Mən köçmək haqqında bir uzun danışmaqlar biraz hazırlamışam, biraz da danışmışam. Amma köçmək dünyada neçə cürədir və dünya köçməkdən faydalanır. Dəqiqən bunun tərsəsidir İranda. İran adlanan məmləkətdə köçmək dünyanın tərsəsi gedir. Bunun üçün İranda heç bir Amerika və Avropa, Kanada, bu cüzü deyim. Amerika və Kanada köçkünlərin
köçkünlərin torpağı olubdur. Hamı bura köçəri gəlibdir. Hamı. Və bu köçəri gücü bu məmləkətləri imperatorluğa, dünya iqtisadına əzəmətli bir orduya çeviribdir. Siyasətdə, elmidə, teknoloji, hər şeydə birinci eləyibdir. Həman güc İran adlanan cəli məmləkətdə köçəri var. Həm məsələn İranda neçə dana köçəri var? Baxın, diqqət buyurun. Bir İranın içində olan millətlər var, türklər var, ərəblər var, bəluçlar var, türkəmənlər var, qəşqailər var, rollar var, ciyləşlər var, mazənilər var, müsəlman var, şiə var, sünni var, yəhudi var, məsihi var, o birisi dinlərdə erməni var, sik var, budayı var. Bunlar bütünlərdən var. Amma niyə və indi bu öz içində. İndi eşikdən Əraqlı gəlir, Əraqa gedirlər. Suriyəli gəlir, Suriyəyə gedirlər. Əfqanlı gəlir, Əfqana gedirlər. Pakistandan gəlir, gedirlər. Hindistandan gəlir, gedirlər. Azərbaycandan gəlir, gedirlər. Türkiyədən gəlgət var. Ermənistandan gəlgət var. Rusiyədən gəlgət var. Amma görürsünüz ki, İranda bu mühüm sualdır. Niyə İranda bəs dünya değişilir, İran değişilmir? İran dalıya gedir. Çünki İranda, fəqət bunu xülasə deyirəm, yəni bir cümlə dediyim qutarsın. İranda dövlət və sistem çalışır, mühacirləri özünün rəngi ilə boyasın. Dünyada bunun tərsəsinədir. Mühacirlər gəlirlər, buranı boyurlar, buranı çevirirlər mühacir rənginə. Çünki mühacir neçə dana gücü var? 1. İş gücü, 2. Ağıl gücü, 3. Mal gücü, pul gücü. Və bu vətəndə ona bu dəyişikliyi yaratmaq vermədiyi üçün sönür, gəlir bura. Bəs burada ona fürsət verirlər ki, o yaradıcılıqları qoysun üstə. Amma vətəndə icazə vermədikləri üçün o vətən qalır. İran da bunun tərsəsidir. İran deyir, hər kəs gəlir, gəlsin bura, o yaradıcılıqları, o pulu, o sərvəti, o qol gücü, hər nəyi, hamısı gətirsin, tamam. Amma mən hamısını alacağam, özümə çevirəcəyəm bunları. Onlar gərək mənim qalıbıma düşələr. Burada xaricədə qalıbı verirlər ki, xaricəlilər sındırsınlar. Orada deyir ki, mən gəlin eşikdən, nə cür gəlirsiniz, gəlin, burada hamımızı salacağam dəstgaha, hamımızın içinə bir dana pan-İranist, pan-farsist çıxadam. Tamam. Buradan geçək ki, bu uzun bəhsidir, mən bunu bəhs eləmişəm, şeydə var. Amma 4-cü bəhsə yetişik, dostlar. Bark, yenə də o gün ki, dedik, Türkün müdiriyyətin 4 yerə bölür. Nə oldu? Biri oldu boy, soy, ərz elədim və Türkün və bark. İndi görək bark nədir? Bark sözü nədir oxunur? Mənası nədir? Mən bilmirdim. Bunu öyrəşək, görək nədir? Əski türkülərdə bir diliqanlı ölənəcək, yaşa gəlincə, üzr istəyirəm, bir dəliqanlı evlənəcək, yaşa gəlincə, bir qəhrəmanlıq sınavı keçirərək el məclisindən yeni bir adı alırdı. Yenə də qeyddə ora, əvvəldə yadınız dost dedi ki, türklərdə qədim buydu. Əvvəl el adını alardı, yəni öz tayfasının adını alardı. İndi deyir ki, əski türklərdə bir diliqanlı o günləri dedim, biz dəliqanlı desək bundan daha yaxşı fikirəm. Burada fikirəmə dəli yazacaqdı, dəliqanlı olacaqdı. Amma tüm farsı, ərəb əlifbası, türkcəni yazmır. Ona görə mən bunu deliqanlı demişəm. Bu fikirəm dəliqanlı olacaq. Çünki danışıqda da bu dəliqanlı işlənir. Bir dəliqanlı, yəni cavan, gənc. Bizim kətlərdə cavanlıq, cahıllıq deyərlər. O cahıllıq deyir. Bir dəliqanlı evlənincə, evlənəcək. O zaman sanki ev sahibi olur. Yəni evlənir. O yaşa gəlincə bir qəhrəmanlıq sınavı keçirər. Bir dənə qəhrəmanlıq sınav imtahan. Ondan keçər. Yəni bir gərək özündən bir şücaət, bir qəhrəmanlıq keçər. İndi qəhrəmanlıq diqqət buyurun əziz dostlar. Savaşla deyil, bəzən ağılınandır, bəzən sərvətinəndir.
savaş geci tezi qutarar. Bir millət, düzdür, savaşçılar çox mühümdülər. Amma savaş geci tezi qutaracaq. Bizim nəyə ehtiyacımız var? Daimi nənədən olub ta qəbrə gedincən? İki şeyə. Ağıllı insanlar, ixtisatçı insanlar. Çünki savaş qurtarmaya ixtisat lazımdır və ağıl lazımdır. Ağılı, ixtisat və ağıl, savaşı ağıl və ixtisadla idarə elərlər. Bunların ikisi olmasa, o savaşda uduzmaq gəlir qabağa. Onun üçün bu çox mühümdür. Deyir ki, el məclisindən yeni bir ad alırdı. Deyir, o qəhrəmanlığı göstərəndən sonra evlənmək yaşına gəlinə qədər bir qəhrəmanlıq göstərər, sınavı olar. O sınavdan keçəndən sonra el məclisi dedik ki, el məclisimiz var idi bizim. El məclisi ona bir yeni ad verər, taza bir ad verər. O şücaətinə görə. İndi nəyə bağlıdır bu şücaət? Dedim ki, bir ağıldır, bir də mal. Savaşdakı ayrıdır. Savaşda var, üçüdür. Əlbəttə, ayrı bir şeylər də ola bilər. Məsələn, hörmət. Amma hörmət də ağıldan və rifahdan gəlir. Yəni, siz əgər görürsünüz bir nəfər ya hörmət qoymur ailəsinə, ya dostlarına, neçə dana səbəbi ola bilər. Dostlar, bir dəqiqə üzr istəyəcəyim sizdən. Mən